Turnir baş tutdu, amma yüngül dəyişdirilmiş formada. Nurmagomedov ölkəni tərk edib Tony Fergusona qarşı kəməri qoruyub müdafiə edə bilmədi. Eventin tarixi də 9 may tarixinə keçirildi. Baş hadisədə isə El Cucuy qısa xəbərdarlıqla döyüşə razılaşmış Justin Gage ilə oktagonu bölüşdü. Onların qarşılaşması yeni, müvəqqəti yüngül çəki üzrə çempionu müəyyən eləyirdi. Əgər yadınızdadırsa, Highlight o vaxt El Cucuyu dayandırdı, həm də amansız və vaxtından əvvəl. Bununla da Habib Tony döyüşü üçün bütün mümkün planlar pozuldu və divizyonun gələcək taleyi ümumilikdə aydın oldu. Təşkilat biraz da gözləməli idi, çünki Covid məhdudiyyətləri var idi. Həmçinin nəzərə alındı ki, Habib Ramazan ayı müddətində döyüşə bilməyəcək. Lakin titul döyüşünün ləğvi Habib üçün 2020-ci ilin ən böyük sarsıntısı olmadı. Eyni baharda məlum oldu ki, onun atası Abdulmanap Nurmagomedov koronavirus infeksiyasına görə ağır vəziyyətdədir. Hazırda onun vəziyyəti hələ də ağırdır. O hələ də reanimasiya şöbəsindədir. Amma koronavirus özü keçmişdə qalıb. Virus böyrəklərə və ürəyə təsir edən nəticələr buraxıb. Və hələ də xəstəxanada, reanimasiyada ağır vəziyyətdədir. Virus barədə artıq narahat olmağa ehtiyac yoxdur. İndi o sadəcə fəsadlar buraxıb. Bu fraqmentdən 2 həftə sonra Abdulmanap Nurmagomedov dünyasını dəyişdi. Onun ölüm xəbəri 3 iyulda yayıldı. Vaxtsız getməsinin səbəbi koronavirus infeksiyasından yaranmış sətəlcəm və ardınca baş verən insult oldu. Bu dəhşətli xəbərdir. Biz başa düşürük ki, Habib atasını necə çox istəyirdi. İndi onun nələr çəkdiyini biz başa düşürük. Və onu narahat eləməyəcəyik. Ona bərpa olmaq üçün nə qədər vaxt lazımdırsa, o qədər vaxt verəcəyik. Bütün döyüşçü cəmiyyəsi, hətta Nurmagomedova isti münasibət bəsləməyən insanlar belə onun ailəsinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərini çatdırırdılar. Bu itki Habib üçün həyatında dönüm nöqtəsi oldu. Bir müddət sonra UFC Habib ilə Justin Gage arasında titul döyüşünün təşkil olunacağı xəbərini yayımladı. Onlar 24 oktyabr 2020-ci il tarixində UFC 254 turnirinin əsas döyüşündə döyüşməli idilər. Mən başa düşmürəm, niyə tez-tez məndən soruşurlar ki, atasız məşq eləmək çətindir yoxsa yox? Əlbəttə çətindir. Mən başa düşə bilmirəm, niyə bunu məndən soruşursunuz? Bu çox çətindir həqiqətən. O boş yerə öz çəki kateqoriyasında ən böyüklərdən biri hesab olunmur. Mən düşünürəm ki, əgər bu şənbə günü o Justin Gage-ni məğlub eləsə, pound for pound reytinqində ən yaxşı döyüşçü ola bilər. Elə də oldu. Mübahisəsiz çempion Highlight-ı artıq 2-ci raundda 3 bucaq fəndi ilə dayandırdı və qələbə seriyasını 29-0-a çatdırdı. Döyüş bitdikdən sonra Nurmagomedov emosiyalarını saxlaya bilmədi və peşəkar idmandan ayrıldığını elan elədi. Əlhəmdülillah. İlk öncə demək istəyirəm, əlhəmdülillah. Allah mənə hər şeyi verdi. Qardaşlarıma çox sağ ol deyirəm. Onlar həmişə yanımda oldular. Onlar atamın yanında oldular. 10 ildən çox müddətdə. Həmçinin məşqçim Xavier. Mən onu çox sevirəm. Bütün komandama təşəkkür edirəm. Bugün demək istəyirəm ki, bu mənim son döyüşüm idi. Bu atasız çıxıb döyüşdüyüm ilk döyüşüm oldu. UFC mənə zəng eləyəndə 3 gün anamla danışdım. O mənim atasız döyüşməyimi istəmirdi. Amma mən ona söz verdim ki, bu son olacaq. Və əgər söz verdimsə, onu yerinə yetirməliyəm. Mən sözümü yerinə yetirirəm. Bu son döyüşdür. Tarix göstərdi ki, Habib həqiqətən sözünün üstündə durdu və oktagona bir daha qayıtmadı. 19 mart 2021-ci ildə Dana White bu məlumatı rəsmi olaraq təsdiqlədi. По ночам
не снится вся красота, что в Дагестане. И вечно буду я молиться за твой покой и процветание.